Salam əziz tələbələr, mən Şəbnəm Qasımova bugün sizlərlə ümumi təkrar edib imtahanda qarşılaşa biləcəyiniz sual tiplərini izah edəcəm. İlk sualımıza nəzər yetirsək, Frame Relay texnologiyalı şəbəkələr hansı şəbəkələrə aiddir soruşulur. Biz bilirik ki, standart lokal şəbəkə texnologiyası və qlobal şəbəkə texnologiyaları var. Hansı ki, standart lokal şəbəkə texnologiyalarına Ethernet, Fast Ethernet, Token Ring, FTDI, 100VC Enilan, Ahnet texnologiyalara aiddir. Qlobal şəbəkə texnologiyalarına isə FrameRelay, ATM, X25 aiddir. Deməli, FrameRelay texnologiyalı şəbəkələr qlobal şəbəkələrə aid edilir. Doğru variant B variantında göstərilmişdir. Növbəti sualımıza keçidərək doğru olan fikirlərin sayını müəyyən edin soruşulur. Həmin verilmiş test tapşırığı kompüterin texniki təminatında nəsillərə aid olan test tapşırığıdır. Multiproqram rejimi ilk dəfə 3-cü nəsildə istifadə olunub. Multiproqram rejimi eyni vaxtda bir neçə proqramın yerinə yetirilməsidir. Alqoritmik dillərdən ilk dəfə 2-ci nəsildə istifadə olunub. Bu da yanlışdır. Xarici yaddaş qurğusu kimi perfokartlardan istifadə edilməsi 1-ci nəslə aiddir, doğrudur. Ümumiyyətlə, 1-ci nəslin xarici yaddaş qurğusu perfokart, 2-ci nəsildə xarici yaddaş qurğusu maqnit lenti, 3-cü nəsildə də xarici yaddaş qurğusu maqnit disk olmuşdur. Element bazası mikroelektronika və integral sxemlərdən ibarət olması 3-cü nəslə aiddir, bu da yanlışdır. Element bazasının tranzistorlardan, yəni gəlmkeçirici diodlardan ibarət olması 2-ci nəsildə olmuşdur, doğrudur. Doğruların sayını soruşurdu. 2 dənə doğru variantımız var. Ona görə doğru variant B variantında göstərilmişdir. Növbəti sualımız, SMTP və POP3 protokolları OSU modelinin hansı səviyyəsində istifadə olunur? OSU modelində 7 dənə səviyyə var. Hansı ki, fiziki, kanal, şəbəkə, nəqliyyat, seans, nümayiş və tətbiqi. Ən aşağı səviyyə fizikidir, ən yuxarı səviyyə isə tətbiqi səviyyədir. Və siz maildən kiməsə nəsə göndərəndə, yəni semantikanın idarə olunması, verilənlərin tamlığının idarə olunması tətbiqi səviyyədə baş verir. Ona görə maildən kiməsə nəsə göndərirsinizsə, getib çatırsa həmin adama, tətbiqi səviyyədən istifadə etmiş oluruq. SMTP də elektron məktubların göndərilmə protokoludur. POP3-dən IMAP də elektron məktubların qəbulu protokoludur. Deməli, OSU modelinin tətbiqi səviyyəsində istifadə olunur həmin bu protokollardan. Ona görə doğru variant Y variantında göstərilmişdir. Növbəti sualımıza keçirək. Hansı ki, elektron imzanın növləri soruşulur. Bilirik ki, son illər elektron imza, elektron hökumət çox tez düşür, yəni imtahan suallarına. Elektron imza nədir? Ümumiyyətlə, elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir və həmin elektron imzanın özünün növləri vardır. Hansı ki, buna aiddir tələ imza, buna aiddir kör imza, buna aiddir inkar edilə bilməyən imza və vəkalət imzası. Nədir tələ imzası? Tələ imzası bir saxtaçılıq nəticəsində atılan imzanın saxta olub-olmadığını sübut etməyə, yəni yarayan rəqəmsal imza protokoludur. Kör imza, yəni kimsənin, yəni bir sənədin məzmununu görmədən, bilmədən imzalanmasına imkan verən, yəni imza protokoluna deyilir. İnkar edilə bilməyən imza, yəni rəqəmsal imzaların kopyalanmasının qarşısını almaq üçün istifadə olunan, yəni rəqəmsal imza protokoludur. Bir də vəkalət imzası var ki, yəni rəqəmsal imza atacaq həmin adama açarını açmadan, bir başqasının imzasını istifadə etmədən, yəni hansı ki bir başqasına həmin o imzanı istifadə etmə haqqı tanıyırsınız. Həmin o haqqı verirsə bir vəkalət verirsiniz. Yəni gizli açar açmadan bir başqasına imzasını istifadə etmə haqqı verirsinizsə, bu imza protokoluna deyirlər vəkalət imzası. Ona görə 2, 3, 5 və 7-ci bəndlər doğru variant B variantında göstərilib. Bunlar elektron imzanın növləridir. Növbəti sualımıza keçirək. 320 kilobayt həcmə malik olan mətn faylı 64 səhifədən ibarətdir, qeyd olunub. Fayl 25% sıxlaşdırılıbsa, fayl neçə səhifədən ibarət olar soruşulur. Biz bilirik ki, arxivləşdirmə məsələlərində qalan faizlə işləyirik. Yəni, hansı ki, bizim faylımızın həcmi hər zaman 100% olur. Digər arxivləşdirən zaman həcmi tapanda ona qalan faizi veririk. Amma dəyişilən yalnız və yalnız həcmdir. Həcm sıxılır, həcm kiçilir. Səhifə sayı dəyişə bilməz. Tutalım, mən musiqi fayllarımı arxivləşdirirəm. İçindəki musiqilər silinməz ki. Kitabımı arxivləşdirirəm. 320 kilobayta malik olan kitabdır. Onu arxivləşdirdiyim zaman həcm kiçilir, yaddaşda az yer tutur. İçindəki səhifələr silinməyəcək ki.
Deməli 64 səhifədən ibarət olan bir kitabdırsa, deməli bunun səhifələrinin sayı elə 64 olaraq da qalacaq. Doğru variant D variantında göstərilib. Bizə məsələdə desəydi ki, 320 kilobayta malik olan həcm 64 səhifədən ibarətdir, 20% sıxlaşarsa faylın həcmi nə qədər olar? O zaman deyərdik ki, arxivləşdirmə məsələlərində qalan faizdən işləyirik, 100%-dən 25% çıxardıq, deyərdik ki, qalan faiz 75%-dir. Çünki biz arxivləşdirdiyimiz zaman həcm dəyişdir. 320 kilobayt həcmə malik olan kitabım var idisə, yəni təmiz faylın həcmi idi. Təmiz faylın həcmi hər zaman 100% olur. Arxivləşdirsəm, yəni 25% sıxlaşdırsam, yəni qalan faiz 75% qalsa, onda onun həcmi nə qədər olar? Və bu zaman tənasüblə həll edərdik. 320-ni 75-ə vurub 100-ə bölərdim. O zaman da cavabı alardım 240 kilobayt. Deyərdim ki, baxın 320 kilobaytdan həcm azaldı. 240 kilobayta düşmüş oldu. Amma dediyim kimi, arxivləşdirmə məsələlərində dəyişilən yalnız və yalnız həcmdir. Onun içindəki səhifələr azala bilməz. Yəni 64 səhifədən ibarətsə 64 olaraq da qalacaq. Ona görə doğru variant D variantında göstərilmişdir. Növbəti sualımız, keyfiyyətini itirmədən hansı təsvirlərin ölçüsünü dəyişmək olar? Təbii ki, vektor təsvirlərin ölçüsünü dəyişdirə bilərsiniz. Çünki vektor təsvirlər regulyar struktur əsasında yaradılan təsvirlərdir ki, hansı ki, xətlərdən təşkil olunub. Uzaqlaşdırdıqda və yaxınlaşdırdıqda heç bir dəyişiklik baş vermir. Çünki elə uzaqdan şəkli xətt olaraq görürdünüzsə, yaxınlaşdırdıqda elə görürsən. Amma raster təsvirlərdə isə keyfiyyət itir. Çünki nöqtələrdən, piksellərdən təşkil olunub. Uzaqdan şəkil kimi görürsünüzsə, yaxınlaşdıranda nöqtələrə, piksellərə ayrılmış olur. Ona görə doğru variant D variantında göstərilib, bizi keyfiyyəti itirmədən təsvirlərin ölçüsünü dəyişmək lazım idi. Növbəti sualımız, verilmiş cədvəl fraqmentində əsas xanaların sayını tapın soruşulub. Hansı ki, biz burada cədvəlimizə baxırıq və cədvəldə həm əsas xana və həm aslı xana görürük. Aslı xana nədir? Əsas xanalardan istifadə edib aldığımız xanadır. Məsələn, 12-ni necə almışıq? 3 4-ün hesabına. 3-dən 4-ü bir-birinə vurub 12 aldılar. Deməli, bu aslı xanadır. Məsələn, 15-i necə aldılar? 7 ilə 8-in cəmindən. Əsas xanaların sayını istəyirsə, deməli 3, 4, 7 və 8. 4 dənə əsas xana var. Cavab olur B variantı. Aslı xananı soruşsaydı, deyərdim 12 ilə 15 aslı xanadır. Yəni 2 aslı xana mövcuddur. Bunu elə aslı xana A hərfi ilə başlayır. A olaraq da yadda saxlaya bilərsiniz. A-ya oxşur onsuz. Yəni oxunan bitənlər aslıdır. Digərləri isə dairəli olanlar isə əsas xananı bildirir. Bunu Excel üzərindən də izah edeyim. Yəni aldığımız xana aslı olur. Məsəl üçün, burada tutalım rəqəmlər qeyd olunub. Məsələn, mən burada bərabər qoyub bu xanadan və bu xanadan istifadə edirəm. Və bu aldığım 13 xananı hansı xanaların köməyi ilə almışam? Hansı ki, burada görsə A2 üstəgəl A11, hansı ki, düstur sətrində də görsənir. A12, A11 xanasının köməyi ilə almışam. Deməli, A2 ilə A11 əsas xana, 13 aslı xanadır. Və bunu göstərmək üçün formula lentabında trace percentage əmri var. Hansı ki, aldığımız xana hansı əsas xanalardan istifadə edib alırıqsa, onları göstərir. Məsələn, 2 ilə 11, yəni A2 ilə A11 xanası əsas xana, amma aldığım xana isə aslı xana hesab olunur. Remove arrows-dan da bunların oxlarını təbii ki, yığışdıra bilərik. Məsələn, burada bir xanada qeyd edək. Tutalım, məsəl üçün, bunu istifadə edirəm. Vururam, məsəl üçün, buna. Deyə bilərəm ki, bu 2-ni hansı xan, yəni bu əsas xana olan 2-ni hansı aslı xanalarda istifadə etmişəm. O zaman trace dependence əmri ilə göstərirsiniz. Deyirsiniz ki, bu 2 əsas xananı 13 və 20 digər aslı xanalarda məsələn istifadə etmişəm. Belə də göstərmək olur. Remove arrows-da oxları yığışdırmaq üçündür. Deməli, aslı xana nədir? Aldığımız xana. İstifadə etdiyim xanalar isə əsas xanalar hesab olunur. Növbəti test tapşırığına baxaq. Kompüter yalnız özündən əvvəlki və sonraki kompüterlərlə əlaqələndiyi şəbəkə topologiyası hansıdır? Ümumiyyətlə, əsas topologiyalarımız hansıdır? Şindir, ulduzdur və halqadır. Biz bilirik ki, halqa topologiyasında, məsələn, bunlar tutalım kompüterlərdə, belə tutalım kompüterlərdə, belə qeyd olunub tutalım. Məsələn, bu buna bağlıdır, bu buna, bu buna, bu buna, bu buna, bu da buna. Tutalım, belə bağlıdır. Və buna gələn məlumatları yalnız öz qonşu kompüterinə göndərir və bunun kompüterin bu kompüterə göndərilməsinə müəyyən vaxt verilir.
Yəni bu kompüter buna məlumat göndərir, bu buna, bu buna, bu buna, bu buna, bir də buna. Yəni bu kompüter həm özündən əvvəlki ilə, həm özündən sonrakı kompüterlə əlaqələnən topologiyadır. Məsələn, bu da özündən əvvəlki, özündən sonrakı ilə. Bu da özündən sonrakı, özündən əvvəlki kompüterlə əlaqələnən topologiyadır. Deməli, bu hansı topologiyadır? Halqa topologiyasına aiddir. Ulduz üçün mərkəzi qovşaq olur. Çin topologiyası da magistral segmentdir. Hansı ki, kompüterlər orada belə paralel olaraq quraşdırılır. Amma ulduzda isə hansı ki, tutalım bu kompüterdir, mərkəzi qovşaq rolunu oynayır. Yerdə də digər kompüterlər qalıb. Hər bir kompüter bu mərkəzi qovşaqdan asılıdır. Bu isə artıq olur ulduz topologiyası. Növbəti sualımıza keçilərək, növbəti sualımızda hansı ki, algoritmlərə aid olan test tapşırığı düşüb. Bizə deyir ki, sualımızda verilmiş algoritmin fraqmenti əsasən hansı fikirlər doğrudur? Biz görürük ki, birinci şərt gəlir, sonra dövrün gövdəsi gəlir, təzədən dövr edir şərtə. Deməli, bu ön şərtli dövrü algoritmik struktura aid olan tipdir. İndi onlara aid sualları oxuyaq. Algoritmin icrası zamanı dövrün gövdəsi ən azı bir dəfə icra olunur. Dövrün gövdəsi icra olunmaya da bilər. Ön şərtli dövrü algoritmdə ola bilər ki, məsəl üçün şərt doğrudur, həyə getdi, bəli, dövr icra olundu. Ola bilər ki, şərt yanlış olsun, birbaşa yoxa getsin. Yəni ön şərtli dövrü algoritmdə dövrün gövdəsi icra olunmaya da bilər. Ona görə birinci bənd yanlışdır. Verilmiş şərt doğru olduğu halda dövrün gövdəsi icra olunacaq. Bəli, şərt doğrudursa hə qoluna düşür burada. Dövrün gövdəsi icra olunur və təzədən dövr eləyir. Yəni bu xəttin bura qayıtması yenidən dövr etməsidir. Ona görə ikinci bənd doğru verilmişdir. Şərt doğru olanda həyə düşür. Ön şərtli dövr algoritmdir. Bəli, birinci şərt gəlib, sonra dövrün gövdəsi gəlib. Budaqlanan algoritm deyil, ön şərtli dövrü algoritmik struktura aiddir. Algoritmlə nəticəlik xəstəsə heç vaxt ödənməyəcək, ödənəcək. Çünki algoritm sonlu sayda addımlardan təşkil olunur. Algoritmin hər zaman sonu var. Doğru olanlar 2-3-cü bəndlərdə, o da C variantında göstərilmişdir. Növbəti sualımıza keçidək. Növbəti sualımızda Excel cədvəlindəki mətni Word sənədinə necə köçürmək olar soruşulur. Biz bilirik ki, Excel-də yazılan mətni kopya edib və yaxud da kat edib Word sənədinə əlavə edə bilərəm, bəst edə bilərəm. Məsəl üçün, tutalım, Excel-də burada, məsəl üçün, rəqəmlər yazılmışdı. Mən gəldim, bunu kopyaladım. Ctrl-C ya da Home tabında Clipboard lent qrupundan buradan kopyalaya bilərsiniz. Ya da kat edirsiniz, fərq yoxdur. Burada da Word-ə gəlib tutalım, kursorun qaldığı yerdə Ctrl-V edib yapışdırın. Həmin gördüyünüz kimi yazılar bura yapışmış oldu. Deməli, Excel cədvəlindəki mətni kopyalayıb, kat edib, yəni mübadə buferinə köçürüb, çünki copy-cut mübadə bufer əmrləridir. Mübadə buferinə köçürüb, Word sənədinə əlavə etməklə. Deməli, doğru variant B variantında göstərilmişdir. Növbəti sualımız, verilmiş lent qrupu hansı lent tabında yerləşir? Soruşulur. Söhbət PowerPoint-dan düşür. Biz bilirik ki, PowerPoint proqramında, hansı ki, burada dizaynda biz Customize Lent qrupu görürdük. Customize Lent qrupunda hansı ki format background var. Burada siz yəni slaydınızın formatını dəyişə bilərsiniz. Məsələn, burada teksturlar verə bilərsiniz. İstənilən formatlardan istifadə edə bilərsiniz. Bir də burada slide size var. Hansı ki slaydı dikinə və yaxud da yəni orientasiyasını dəyişmək olur. Portret kitab formatında məsələn etmək mümkündür. Məsələn dikin oldu. Ondan sonra siz bunu albom formatında da eləyə bilərsiniz. Landscape. Ən çox elə albom formatından zaten istifadə edirik. Məsələn, tutalım, slaydları nömrələyə bilərik. Slaydların nömrələnməsi insertdəndir, slide number əmri. Amma ilk slaydın nömrəsini dəyişmək desək, slaydlar nömrələndi birinci slayddan. Məsələn, nömrələndə burada 1 qeyd olundu. İkinci slayd nömrələndə, məsələn, burada 2 qeyd olundu. Amma ilk slaydın nömrəsini dəyişmək isə dizaynda Customize Lent qrupundan edirik. Burada hansı ki number slides from var, məsəl üçün ilk slaydın nömrəsini 6 qoyuram. İlk slaydın nömrəsi 6 olur, növbəti avtomatik olaraq 7 olur, növbəti 8 olur, məsəl üçün növbəti 9 bu formada davam edir. Yəni ilk slaydın nömrəsini dəyişmək Customize Lent qrupuna aiddir, o da dizayn tabından həyata keçirilir. Yəni yenidən məsəl üçün bunu tutalım 1-ə qaytarıram. İlk slaydın nömrəsi 1 olsun. Deməli, slaydları nömrələmək insertdə slide number əmridir, amma ilk slaydın nömrəsini dəyişmək dizaynla Customize Lent qrupundan həyata keçirilir. Deməli, Customize Lent qrupu dizayn tabına məxsusdur. Ona görə doğru variant dizayn D variantında göstərilmişdir.
Növbəti sualımız aşağıdakı proqramlardan hansı sistem proqramına aiddir soruşulur. Biz bilirik ki, ümumiyyətlə proqram təminatı kompüterə quraşdırdığımız bütün proqramlar toplusudur. Yəni kompüterə quraşdırdığımız deyəndə, yəni instalyasiya etdiyimiz proqramlar kompleksinə deyilir və proqram təminatı 3 qola bölünür. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı nə deməkdir? Kompüterin işini idarə edən, informasiya emalı prosesdə həyata keçirən proqramlar kompleksi. Tətbiqi proqram təminatı isə konkret məsələlərin həllində, yəni müəyyən sinif məsələlərin həllində istifadə olunan proqram kompleksidir. İnstrumental proqramlar isə yeni proqramlar yaratmaq məqsədi ilə istifadə olunan proqramlar kompleksinə deyilir. Sistem proqram təminatı dedik ki, kompüterin işini idarə edən proqramlar kompleksidir. Yəni iki qola bölünür. Baza proqram təminatına, servis proqram təminatına. Baza proqram təminatında biz elə kompüterin işini idarə edən proqramlar, yəni əməliyyat sistemləri, əməliyyat örtükləri, şəbəkə əməliyyat sistemlərini keçmişdik. Servis qolunda isə hansı ki, əməliyyat sistemlərinin işini genişləndirən proqramlardan danışmışdıq. Burada aiddir artıq utilitlər, kompüter viruslar, antiviruslar, arxiv proqramları. Microsoft Office 2010, məsəl üçün, yaxud da Microsoft Office 2019 olsun, fərqi yoxdur illərinə görə. Bunlar biz bilirik ki, hansı ki, tətbiqi proqram təminatına aiddir. Çünki orada biz konkret iş görürük artıq. Ona görə bu variant çıxdı. Macintosh əməliyyat sistemidir. Əməliyyat sistemləri kompüter işini idarə edir. Ona görə sistemdir. CorelDRAW qrafik redaktor proqramıdır. Hansı ki, orada təsvirlər yaradırsınız. Deməli, tətbiqidir, konkret iş görürsünüz. Utilitlər sistem proqram təminatına aiddir. Çünki utilitlər bizə kömək məqsədi ilə istifadə olunan proqramlardır. Məsələn, disk defragmenter, disk cleanup, backup, ScanDisk, System Information, Recover. Unix əməliyyat sistemidir, kompüter işini idarə edən proqramdır. Deməli, sistemə aiddir. Baza qolunda öyrənmişik. Quark Express nəşriyyatdır, hansı ki, konkret məsələlərin həllində istifadə olunur. Driverlar periferiya qurğularının əməliyyat sistemi tərəfindən tanınması üçün istifadə olunan proqramdır. Sistem proqram təminatının servis qoluna aiddir. Ona görə 7-ci bəndi götürürük. Hansı ki, kompüter printeri taxanda, kompüter onu dəstəkləməyəndə biz onu driver'a yükləmiş oluruq. Yəni, xarici qurğuların işini idarə edən proqrama deyilir driver. Lotus 1.2 cədvəl prosesorudur. Yəni, cədvəl prosesoru olduğuna görə orada konkret iş görürük. Cədvəllərlə işləyirik, hesabat hazırlayırıq. Adobe Illustratorda qrafik redaktor olduğuna görə təsvirlər yaradırıq. Deməli, tətbiqidir, konkret iş görürsünüz. Sistem proqramları dediyinə görə 2, 5, 6, 7-də göstərilib. Doğru variant B variantında göstərilmişdir. Növbəti sualımıza keçilərək. Növbəti sualımızda böyük həcmdə informasiyanı saxlayan yaddaş hansıdır soruşulur. Biz bilirik ki, digitizer qələmli planşetdir. Hansı ki, siz orada təsvirlər çəkib, kompüterə həmin təsvirləri ötürmək üçün istifadə olunur və həmin təsvirləri yadda saxlayın ki, vektor qrafikasında çəkirsiniz, yəni xətlərdən təşkil olunur. Kontroller xarici qurğuların işini idarə edən mikrosxemdir. Plotterdə printerin böyüdülmüş forması, hansı ki, böyük ölçülü, hansı ki, kompüterdə olan yəni məlumatları kağız üzərinə, böyük həcmdə olan kağız üzərinə çıxartmaq üçün istifadə olunan çap qurğusudur. Yəni, iki dənə forması var, barabanlı planşetdir. Yəni, A0, A1 formatında, A2, A3 formatında çapa verir. Hansı reklam kağızları, bu yollarda görürsünüz, hansı ki, afişalarda asılanan reklam kağızları plotterdən çıxır. Strimer yaddaş qurğusudur. Strimer lent üzərində olan yaddaş qurğusudur. Hansı ki, kasetlərdə lent üzərinə yazılan yaddaşdır. Və həcmi təbii ki, terabaytlara qədər gedib çıxır. Günümüzdə niyə istifadə etmirik? Çünki sürəti həddindən artıq aşağıdır və o lentlər bilirsiniz ki, ilişə bilirdilər. Ona görə günümüzdə istifadə etmirik, amma böyük həcmdə olan informasiyanı yadda saxlaya bilirdi. Ona görə Strimer yaddaş qurğusu olduğuna görə doğru variant D variantında göstərilib. Və skaner nədir? Kağız üzərindəki informasiyanı kompüterə daxil edən qurğusudur. Yəni, daxil etmə qurğusudur. Ona görə doğru variant D variantında göstərilib. Növbəti sualımız F8 düyməsini 4 dəfə sıxdıqda nə baş verir soruşulur. Ümumiyyətlə, bunları əzbər bilməliyik. Çünki F8 funksional düyməsini 4 dəfə sıxdığımız zaman abzas seçilmiş olur. Yəni, kursorun olduğu abzas seçilir. Ümumiyyətlə, F8 düyməsini siz klaviaturadan 2 dəfə tıkladığınız zaman söz seçilir, 3 dəfə tıkladığınız zaman cümlə seçilir, 4 dəfə tıklayanda abcas, 5 dəfə tıklayanda da bütün mətn seçilmiş olur. Bunları unutmayaq. Yəni, 2 dəfədə söz, 3 dəfədə dediyim kimi cümlə, 4 dəfədə abcas və 5 dəfə tıkladığımız zaman isə artıq bütün mətn ümumilikdə seçilmiş olur. Belə, bütün mətnin seçilməsi üçün Ctrl A da istifadə edə bilərsiniz.
ya da mouse'un sol düyməsini məsəl üçün 3 dəfə vurduğumuz zaman da ümumi sənəd seçilmiş olur. Abzasın seçilməsində, yəni abzasın qarşısında mouse'un sol düyməsini 2 dəfə tıkladığınız zaman da bu mümkündür. Hətta abzasın içərisində mouse'un sol düyməsini 3 dəfə tıklamaqla da mümkündür. Sətr seçəndə isə sətrin qarşısında mouse'un sol düyməsini bir dəfə tıklamanız lazımdır. Cümlə seçəndə isə kontrol düyməsi basılı halda cümlənin içində elə mouse'un sol düyməsini bir dəfə tıklayırıq. Sözü seçəndə də sözün üzərində mouse'un sol düyməsini 2 dəfə tıklamamız lazımdır. Ümumiyyətlə sözdür, cümlədir, sətirdir, abzasdır, bütün mətnin seçilməsi üsullarını imtahana qədər təkrarlayıb daha yaxşı bilin. İmtahanda çünki düşə bilər. Növbəti sualımız onluq say sistemində verilən bu ədəd 472 ədədini yaddaşda tutduğu yerə 32 simvollu əlifbanın ən çox neçə simvolunu ifadə etmək olar soruşulur. Biz bilirik ki, ədədi onluq sayısında verilmiş ədədi 2-nin qüvvəti şəklində yaza bilirik. Yəni 4 üstü 72 verilibsə, 4 üstü 72 nə deməkdir? Yəni 4 2-nin kvadratıdır. Bunun üzərində də 72. Bu bizə verir 2 üstü 144. 144 bit. Deməli, onluq sayısında verilmiş bu ədəd 472 ədədini əvvəlcə 2-nin qüvvəti şəklində yazdım. 244 bit bildim ki, yaddaşda yer tutur. Bu bunun həcmidir. Yaddaşda tutduğu yerə oski simvolun əlifbanın. Oski simvolu əlifba nə deməkdir? Ümumiyyətlə, əlifba məsələlərində biz bilirik ki, həcm bərabərdir. Mətndəki simvolların sayı vurulsun, loqaritma 2 əsasından en düsturundan istifadə olunur. Loqaritma 2 əsasında n nə deməkdir? Yəni, həmişə bu n-i 2-nin qüvvəti şəklində yaza biləcəyimiz bir ədəd verir. Verməsələr də o zaman 2-nin hansı qüvvətləri arasında yerləşdiyinə baxırıq. Özündən sonra gələn ədədin qüvvət üstü götürülür. Məsələn, 32 simvollu əlifba deyiləndə n əlifbadakı simvolların sayını bildirir. Yəni, loqaritma 2 əsasından n-in yerinə yazıram, yəni 32. Və loqaritma 2 əsasından 32 də loqaritma 2 əsasından 32, yəni 2 üstü 5 deməkdirsə, loqaritma 2 əsasından 2 bizə 1 verir. Yəni, burada qalır bizə 5 bit. 5 bit. Yəni, dediyim kimi, rəqəmi 2-nin qüvvətində yaza biləcəyiniz bir ədəd verməsə, məsələn, 48 simvollu tanım desəm, əlifba. 2-nin qüvvəti şəklində yaza bilməsəm, o zaman arağı baxıram. 2-nin hansı qüvvətlər arasında yerləşir? Məsələn, 2 üstü 5 ilə 2 üstü 6 arasında yerləşir. Özündən sonra gələn ədədin qüvvət üstü götürülür. Məsələn, 6 biti qeyd edə bilərsiniz. Amma normalda həmişə simvolları verəndə normalda, yəni 32 simvollu əlifba, 64 simvollu əlifba, 128 simvollu əlifba çox vaxt yəni 2-nin qüvvətinə yaza biləcəyiniz ədəd verir. Deməli, mənim həcmim qüvvət üstü götürürük təbii ki 144 bitdir. Mətndəki simvolların sayını tapıram, yəni ən çox neçə simvoldan istifadə olunur. Əlifbadakı simvolların sayı da n əlifbadakı simvolların sayını bildirir. Yəni, loqaritma 2 əsasından 32, loqaritma 2 əsasından 2 üstü 5-dir, bizə yəni 5 bit qaytardı. Buradan da mətndəki simvolların sayını tapmış oluram. Yəni, 144-ü bölürəm 5-ə. O zaman da alıram 28,8. Bu da nə qədər deməkdir? 29 simvolu ifadə edir. Ən çoxu neçə simvolu ifadə etmək deyirsə, 29 simvolu ifadə etmiş olur. Doğru variant Y variantında göstərilmişdir. Növbəti sualımız Excel-də, hansı ki, bura 2010 düşüb, düzəldək, fərq yoxdur, 2019 ola bilər. Göstərilmiş əmrlərdən hansı cədvəldə eyni olan sətirləri silməyə imkan verir? Ümumiyyətlə, biz burada sətirləri qeyd edəcəm. Sətirlərin silməsi üçün remove duplicate əmrindən istifadə etmiş oluruq. Və remove duplicate əmri data lentabında yerləşir. Məsələn, bu sətirləri seçirəm. Hansı ki, data lentabından daxil oluram. Burada data source lent qrupunda remove duplicate əmri görürəm. Hansı ki, təkrarlanan sətirlərin silinməsində. Yəni, remove duplicate, duplikatları yığışdırır, yəni remove edir, silir. Hansı ki, burada mən istifadə etdiyim sütunları seçmişəm. OK deyirəm. Və deyir ki, bir dublikat tapıldı, 4-ü isə müxtəlifdir. 4-ünü saxladım. Biz buna əyani şəkildə də baxaq. Hansı dublikatdır? 78, 79, 80, 81. Bax, bu sətir dublikatdır. Həqiqətən də bir dublikat var. Remove etdiyimiz zaman həmin dublikatı nə edir? Yığışdırmış olur. Ona görə remove duplicate əmri burada ikinci bənddə göstərilmişdir. Doğru variant B variantı.
Növbəti sualımıza keçid edək. Hər hansı bir kataloqda test.docx faylı saxlanılıb. Həmin faylı bu kataloqda yaradılmış alt kataloqa daşıdıqdan sonra faylın tamadı bu formada olur. Faylın geri dəyişməyə qədərki yolunda neçə alt kataloq var idi soruşdur. Deməli, yoldaşlar, hər hansı bir kataloqda test.docx faylı saxlanılır. Hər hansı bir kataloqun içindədir. Sonra bir dənə alt kataloq yaradırlar. Deməli, əvvəlcə C diskim var idi. Bu mənim baş kataloqumu göstərir onsuz. Kataloqlar iki slədiçin arasında yazılanlardır. Deməli, master kataloqu, kitab, Word, onun içində test.docx faylı. Və bu alt kataloq yaradılandan sonra bunun yolu belə olur. Demək ki, alt kataloq yaradılmamışdan əvvəl, deməli, Word-ün içində deyildi bu fayl. Kitabın içindəymiş deməli. Yəni yer dəyişməyə qədər deyilirsə, sonuncu kataloq silinir. Çünki bu sonradan yaranan alt kataloqdur. Digər alt kataloq isə kitabı. Deməli, test.docx faylı kitabın içində idi. İndi deyir yer dəyişməyə qədər yolunda onun neçədən kataloq var idi? Yer dəyişməyə qədər master bir dənə alt kataloq, kitab 2 dənə alt kataloq var idi. Deməli, doğru variant B variantı. Yer dəyişməyə qədər deyiləndə sonuncu alt kataloqu silmiş oluruq. Növbəti sualımıza keçid edək. Aktiv pəncərələrin bağlanması üçün istifadə olunan düymələr kombinasiyasını soruşur. Bunun üçün siz Ctrl F4 və yaxud da Ctrl F4 baxın bağladım. Bir də Ctrl W düyməsindən istifadə edə bilərsiniz. Ctrl W da aktiv pəncərənin bağlanması üçündür. Əmr olaraq isə hansı əmrdir? Fayl tabında yerləşən close əmridir. Aktiv pəncərəni bağlayır. Ümumiyyətlə, proqramı bağlamaq üçün isə Alt F4-dən ya da başlıq sətrində burada close əmrindən istifadə edirsiniz, ya da sol küncə gəlib mouse'un sol düyməsinə 2 dəfə tıklamaqla da proqramı bağlaya bilərsiniz. Deməli, aktiv pəncərələrin bağlanmasında istifadə edirsiniz Ctrl W düymə kombinasiyasını. Doğru variant Y variantında göstərilmişdir. 19 nömrəli sualda dünyəvi telekonferansiya sistemi hansıdır soruşulur. Biz bilirik ki, ümumiyyətlə, internet xidmətləri var, hansı ki, internet şəbəkəsində fəaliyyət göstərən serverlərin xidmət funksiyalarını başa düşdür. Və bunlar hansılardır? World Wide Web, www, mesela email, Usenet, ondan sonra FTP var, ICQ var, Telnet var, Göper var. Bunlar nəzərdə tutulur. Və bilirsiniz ki, World Wide Web ümumdünya hörümçək torudur. Mətin, cədvəl, qrafik şəkil bu kimi informasiyanı özündə saxlayan hipermətinli sənədlər toplusudur. E-mail internet xidməti elektron poçt xidmətidir. Elektron məktubların göndərilməsi, qəbulu üçün istifadə olunur. Usenet telekonferansiya xidmətidir, xəbərlər blokudur. Bizdə də dünyəvi telekonferansiya xidməti deyiləndə söhbət Usenetdən getdiyini bilirik. FTP faylların ötürülmə xidmətidir. Telnet uzaqda yerləşmiş, yəni kompüterlərin, yəni terminalların xidmətində istifadə olunur. Yəni məsafədə yerləşən kompüterlərə müraciət xidmətidir. Göperdə hansı ki, mətn fayllarının axtarışı, ötürülməsində istifadə olunan internet xidmətidir. ICQ-dəki klaviaturanın köməyi ilə qarşılıqlı münasibətlərin qurulmasında istifadə olunan internet xidmətidir. Modemdəki telefon xətti vasitəsilə çəkilən, hansı ki, modulyasiya, demodulyasiya işini görür, rəqəmsaldan analoqa, analoqdan rəqəmsala ötürülməni təmin edən qurğudur. Ona görə dünyəvi telekonferansiya xidməti deyiləndə söhbət Usenetdən gedir. Doğru variant C variantında göstərilmişdir. Növbəti sualımız yenə algoritmlərə aiddir. Algoritmi yerinə yetirdikdən sonra A plus B-nin cəmini soruşur. Gəlin algoritmi yerinə yetirək. Birinci şərt sonra hesablama bloku gəlibsə, yəni dövrün gözləsə, buna deyilər ön şərtli dövrü algoritm. Birinci biz burada görürük ki, A-nın qiyməti 1, B-nin qiyməti 4 göstərilib. Düşdük şərtə. 4 1-ə bərabərdirmi? Yox. A bərabərdir, A vurulsun 10 yazılıb. A-nın qiyməti 1 idi. 1-i 10-a vurdum, A-nı aldım 10. B bərabərdir, B çıxılsın 1 yazılıb. B-nin qiyməti 4 idi, 4-dən 1 çıxdım, B-ni aldım 3. Bir dəfə dövr etdim. İndi B-nin yerinə 3 qoyuram. 3 1-ə bərabərdirmi? Yenə yox. A-nın qiyməti ən son 10-da qalmışam. Əvvəlki qiymət artıq unudulub. B-nin də əvvəlki qiyməti unudulub, çünki B-nin qiyməti 3 olmuşdur. A-nın qiyməti 10-da qaldığına görə onu 10-a vururam, bu dəfə alıram 100. B-nin qiyməti 3-də qalmışdım, 3-də 1 çıxıram, bu dəfə B-ni alıram 2. İkinci dəfə dövr etdim. 2 1-ə bərabərdirmi? Yox. A 100-də qalmışdım, 100-ü 10-a vururam, bura alıram 1000. 2-dən 1 çıxıram, bura alıram 1. Üçüncü dəfə dövr etdim. 1 1-ə bərabərdirmi? Hər qolu ilə çıxır. İndi mənə A plus B-nin cəmini istədiyinə görə A-nın qiymətini 1000 almışdım. Ən son B-nin qiymətini ən son 1 almışdım. 1000 ilə 1-in cəmi də mənə verəcək 1001. Doğru variant B variantında göstərilmişdir.
Növbəti sualımız Raster qrafikasına aid olan fayl genişləmələridir. AI Adobe Illustrator'da, Adobe Illustrator'da vektor qrafikasının proqramıdır. JDR CorelDraw'nundur. CorelDraw da vektor qrafikasının proqramıdır. JPG amma təsvirlərdə istifadə olunur. İnternetdə əsasən raster qrafikasının təsvirləri yayıldığına görə internetdə istifadə olunan genişlənmədir. Ona görə bunu götürürük. Link qısa yolların genişlənməsidir. TIFF skanerləşdirilmiş faylların genişlənməsində istifadə olunur və raster qrafikasına aiddir. BMP-dəki Paint proqramının genişlənməsidir. Paint proqramının öz genişlənməsi BMP, susmaya görə genişlənməsi də PNG-dir. Paint proqramı da bilirik ki, raster qrafikasına aiddir. Ona görə 3, 5, 6 doğru variantımızdır. Növbəti sual, qlobal şəbəkənin hansı növləri var soruşulur. Ümumiyyətlə, qlobal şəbəkə nədir? One Wide Area Network. Yəni, müxtəlif şəhər ölkələrdə yerləşə bilən, yəni məsafəyə görə paylanmış kompüterləri birləşdirir. Və qlobal şəbəkələr məsafədən asılı olaraq şəhər, regional, milli və transmilli olaraq 4 növə ayrılır. Deməli, qeyd edək, burada şəhər, birinci variant doğrudur. Regional, milli və transmilli. 1, 3, 4, 6-cı bəndlərdən doğru variant verilmişdir. Növbəti sualımız, tutumu 8 kilobayt olan klasterə tutumu 3 kilobayt olan neçə fayl yerləşdirmək olar? Bu məsələni hesablamaya ehtiyac yoxdur. Çünki tutumu 8 kilobayt olan faylda klasterin tutumu da 3 kilobaytdır. Deyir, bunun içində neçə yerləşdirə bilərsən? Klasterin içində yalnız bir fayl yerləşdirmək olur. Çünki bir klaster yalnız bir fayl yerləşdirmək mümkün olduğuna görə, deməli cavab olacaq 1. Normalda biz klasterlərin sayını tapanda faylın həcmini klasterin həcminə bölürük. Amma tutumu 8 kilobayt olan faylda və 3 kilobayt olan klasterə yerləşdirirəm. Bunun üçün neçə fayl yerləşər? Neçə fayl yerləşər dediyinə görə bir fayl yerləşər. Bir klasterə yalnız bir fayl yerləşir. Ona görə cavab 1-i işarələyirik. Növbəti sualımız doğru olmayan fikirləri seçin deyil. Vektorlu fayllar rasterlı fayllara nisbətən daha az yer tutur. Bəli, çünki rasterlı fayllar nöqtələrə, piksellərə ayrıldığına görə daha çox yer tutur. Amma vektor isə xətlərdən təşkil olunur. Ona görə bu doğrudur. Raster təsvirləri çox halda vektora ixrac etmək mümkün olmur. Bəli, raster təsvirləri vektora çox halda ixrac edə bilmirik deyə, bunun üçün rasteri vektora çevirmək üçün vektorizatorlar yaratdılar. Vektorizator nədir? Raster təsviri vektor təsvirə çevirmək üçün vektorizator proqramından istifadə olunur, hansı ki Adobe Streamline, Corel Trace proqramlarıdır. İnternetdə əsasən raster təsvirlər tətbiq olunur, bəli. Adobe Streamline, Corel Trace proqramları raster təsviri vektora çevirir. Yanlış yazılıb. Raster qrafikasında nöqtə olduğu halda vektorda xət olmalıdır. Ona görə bu da yanlış yazılıb. Yanlış yazılanları dediyinə görə 4-5 yanlış variantlardır. Növbəti sualımız uyğunluğu müəyyən edin. Aksesin obyektlərinə aiddir. Ümumiyyətlə, aksesin obyektlərini təkrarlayın imtahana getməmişdən əvvəl mütləq şəkildə. Çünki imtahana yenidən düşmə ehtimalı var. Aksesin obyektlərindən forumslar qeyd etmişəm. Forumslar cədvələ məlumatların daxil edilməsi və onlara baxışdır. Deməli, birinci nə yazacaq? Məlumatların daxil edilməsi və onlara baxış birinci Y variantı qeyd olunur. Report hesabatdır. Verilənlərin, yəni cədvəldə əks olunması və çap olunması üçün istifadə olunur. Çap sözünə elə yadda saxlaya bilərsiniz hesabatları. İkinci A variantı yazıram. Qarsa sorğulardır. Yəni, müəyyən şərtdə uyğun olan verilənlərin seçilməsi, yəni sıralanması, lazımi verilənləri əldə etməyə imkan verir. Yəni, şərt əsasında verilənlərin seçməyə imkan verir. Lazımi verilənləri əldə etməyə, yəni sıralanmasını təmin edir. Üçə də yazırıq D variantı. Verilənlər bazasındakı məlumatların saxlanmasına imkan verən cədvəllərdir, yəni table'lardır. İnternet və lokal şəbəkə vasitəsilə işləməyə imkan verən də ki, pages səhifələrdir. Digərlərini də qeyd etdik. 1-ə Y, 2-yə A, 3-ə də D variantları qeyd olunmuş olur. Suallarımız haqqında bu qədər. Ümid edirəm ki, hər birinizə yararlı oldu.